ateşin doğmaz artık. Bitmez bu sevgimiz, gitgide çoğalır. Futbol ateşin doğmaz artık. En büyük Thomas Premier Ligası. Tanış edərim. Rəvanın heyətində kimlər var? Qapını Konstantin Makhnovski qoruyur. 32 nömrəli formayla, 19 nömrəli formayla müdafiə xəttində Tural Qürbətov var. 7 Elvin Həsənəliyev, 99 Nicat Muxtarov, 2 Ruslan Tağızadə, 16 Orxan Lalayev. O ki qaldı Kəpəz komandasının ehtiyat oyuncular skamyasına. Ehtiyat oyuncular skamyasında qapıcı Əyyub Əliyev və eyni zamanda digər oyuncular 23 nömrəli oyuncu Tural Nərimanov, 19 Aleksandr Sitnik, 4 Elvin Cəbrayıllı, 80 Tural Rzayev. Gəncə şəhər mərkəzi stadionunda və İnqilab Məmmədovun fiti Gəncədə Kəpəz oyuna başlayır. Hər iki komandaya uğurlar arzuluyuruq. Bu hələ ki cari mövsümü rekordudur. Pərvizonda qeyd edək ki, Gəncə, yəni Kəpəz komandası da bildiyimiz kimi indi qapı qarşısında böyük bir təhlükə var idi. Bu təhlükəni Rəvan futbolçuları uzaqlaşdırırlar. Yəni bir çox klublarımızda var bu müşahidə şurası və qapı qarşısında göndərilən top bu epizodda Makhnovski yaxşı oynadı. Düşünürlər təhlükəli ola bilər. Əks hücum təhlükəli ola bilər. Qürbətov topladı. Qapıya zərbə və Simaitis topu tutdu. Ən təhlükəli məqamlarda sözsüz ki, bu təhlükələri sovuşdurur. Geriyə oynayır Tərlan Xəlilov. Ötürmə cərimə meydançasına başda zərbə ola bilər, amma alınmadı və qapıcı topu götürür. Bəli, müdafiəçi deyərək istiqamətini dəyişdi, amma hücum yenidən davam edəcək. Juninho cərimə meydançasına girsə təhlükəli olacaq. Juninho qapı qarşısına ötürmə Makhnovski. Azarkeşlər də, ekran qarşısında olanlar da həyəcanlanırlar. Kəpəzin heyətində belə oyuncuların başında Juninho gəlir. Ebahın zərbəsi qapının üzərindən keçir. İndi o zərbənin təkrarını da izləyəcəyik. Başlamalıdır. Biz isə bir qədər əvvəlki episodun təkrarını izləyirik, hörmətli tamaşaçılar. Suma da qarşını kəsə bilmədi. Şerif Suma artıq bunu yaşadıb bizlərə. Şerif Suma qapı önünə ötürmə, qapıya zərbə, top yandan keçir. Təkrarını izləyəcək, daha dəqiq söyləyə bilərik. Bu bir qədər əvvəlki epizodu çağırmaqla onlara gərginliyi yaratmamağa çağırır. Qapı qarşı göndərilən top Simaitis. Ona da toxunuş da var idi. Onu qeyd etdi. Hakim də məhz bunu qeydə aldı. Topa çıxmışdı Simaitis. Rəğmən durmadan çalışır və düşünürəm ki, öz oyunu ilə azarkeşlərin rəğbətini qazanıb və bu baxımdan Budaq Nəsrovu bu tipli futbolçular həqiqətən Azərbaycan futbolunun gələcəyi üçün çox önəmlidir və Budaq Nəsrov ümid edək ki, hələ qeyd edim, bu futbolçunun 19 yaşı var indiki halda. Hələlik isə Ruslan Tağızadə. Topun gerisindədir. Oyuncu cərimə zərbəsini yerinə yetirəcək. Qapı önünə ötürmə təhlükəli sayıla bilərdi, amma Simaitisin baxışları arasında top meydandan çıxır. Göndərdi. Orxan Lalayev topa yüksəldi. Budaq Nəsirov ondan daha diri tərpənərək topu rəqibindən aldı. Tural Qürbətov zərbə mövqeyinə çıxmağa çalışdı. Əllə oyuna işarə edir hakim. Bir daha izləyək. Budur. Bəli. Top. Kəpəzin isə növbəti hücumu Tural Rzayev topladı. Sağ cinatdan Turalın ötürməsi cərimə meydançasına təhlükə ola bilər. Amma Ebaha top çatmadı. Yaxşı keçmişdi rəqibi. Bir qədər əvvəlki epizodun təkrarını da izləyirik. Bəli, baxın hörmətli tamaşaçılar. Bu epizodda Kənan Müslümov topu təhlükəni qarşısını kəsə bildi və Ebahın topa yiyələnməsi imkan vermədi. Onların diqqətini özünə cəlb etmək məqsədi daşıyacaq. Əsas məqsəd bu olacaq. Təhlükəli vəziyyət və çox təhlükəli idi və bu məqamda İnqilab Məmmədov artıq oyunu dayandırır. Ruslan Tağızadə sürət irəliləmişdi. Bəli, hörmətli tamaşaçılar, artıq Kəpəz heyətinə 2 dəyişiklik edildi. Bu dəfə necə olacaq? Düz indiki halda Kəpəz hesabda geri deyil, amma Kəpəzə qol vurmaq çox vacibdir. Budaq Nəsirov irəliyir. Nəsirovun zərbəsi və qapıcı topu götürdü. Makhnovski. Təkrarı, hörmətli tamaşaçılar, bir daha izləyə. Budaq Nəsirovun zərbəsi. Topu qapıcının olduğu zonaya vurdu. Daxil olmasından sonra sanki təzyiq bir qədər də artıb. İndi gün zərbəsi yerinə yetirilir. Ötürmə gəlir qapı qarşısına. Zərbə olacaqmı? Zərbə indirilir və top qapının üstündən keçdi. Yəni mücərrət mənada desək, bir qədər aşağıdan getsəydi, bir qədər qüvvətli olsaydı, bir qədər ona mane oldu, amma top yenidən Sitnikdədir. Sitnikin qapı qarşı göndərir top. Ebahın baş zərbəsi. Sitnik, burada Müslümov çox çalışdı, mane olsun rəqib futbolçuya. Lazımı qədər bunu edə bilmədi. Hər halda Sitnik ötürmə etdi cərimə meydançasına, amma Ebahın baş zərbəsi istənilən kimi alınmadı, hörmətli tamaşaçılar. Sitnik, Rzayev, Tural topladı. Təhlükəli ola bilər. Ebah
Siddiqin zərbəsi qapıcı topu geri qaytarır. Daha bir zərbə bu dəfə də alınmadı. Bu isə bir qədər əvvəlki episodun təkləri. Baxın, Siddiqin bu zərbəsi çox təhlükəli alındı. Amma qapıcı Maxnovski qola imkan vermədi bu epizodda. Fərqləməyi bacarır. Hakim Müfti səsləndi. Baxaq görək nə olacaq. Juninho'nun zərbə və top qapı tirinə dəydi. Göstərir 4 dəqiqə. İkinci hissəyə 4 dəqiqə əlavə edildi. Hörmətli tamaşaçı, biz episodun təklərini bir daha izləyək. Bəli. Novruz Məmmədova sarı vərəqə göstərildi və bu arada isə hörmətli tamaşaçılar İnqilab Məmmədovun final fiti səslənir. Görüşün baş hakimi maçının başa çatdığını bildirir. Kəpəz Rəvan maçında qapılara qol vurulmur hörmətli tamaşaçılar.